Bilirsiniz də, bizim bu ilki məhərrəmliyimiz çox fərqlidir. Çünki bu il bizim üçün Aşura yenidən yaşanır. Peyğəmbər övladı, Zəhra balası, ümmətin imamı bizim əziz rəhbərimizi şəhid edir. Bizim rəhbərimizi şəhid edirlər, o dəfn də etmir. Neçə aydır? 3 ay keçir üstündə. Bu il bizim üçün Aşura təzədən olubdur. Bu il bu məhərrəmlik bizim üçün fərqlidir. Bizim Aşuramız elə martın 1-dən başlayır. Biz elə martın 1-dən rəhbər üçün ağlamışıq, onun üçün əza saxlamışıq, onun üçün qara geymişik. Allah şahiddir, dünənlər mən işdəydim, bir dənə video var idi. Ona baxdım, özümü saxlaya bilmədim. Dedim, rəhbər, haradasan ki, yenə də desilər, Hüseyniyədə məclis var, mən gəlim orada səni ziyarət. Mən gəlim orada səni görüm. Şəkillər paylaşsınlar, rəhbər məclisə gəlib. Məhərrəmlik məclisi. Bu gün məhərrəmlik çox fərqlidir. Bu gün məhərrəmlik, baxın, rəhbər sıradan bir adam deyil. Bəlkə mən ölsəm, mənim ölümüm o qədər də təsirli deyil. Amma bir müştəhidin, bir Zəhra babasının, bir İmam Zaman ağanın naibinin şəhadəti, şəhid olmağı çox bir mühüm məsələdir.